də var San Pedro tozlanma. Bu tip tozlanma haqqında da mən xurmalardan danışanda yetərincə məlumat vermişəm. San Pedro, yəni tozlayıcı olsa da, olmasa da məhsul verir. Tozlayıcı varsa toxumlu, tozlayıcı yoxsa toxumsuz məhsul verir. Yəni bunu xurmada çox rast gəlirsiniz. Tozlanan xurma içi qara və toxumlu olur, tozlanmayan xurma içi sarı və toxumsuz olur. Yəni bu tip tozlanma bəzən qismən də olur. Yəni meyvənin yarısı tozlanmasız meyvə olur. Yarısı tozlanmış, bir hissəsində toxum var, bir hissəsində toxum yoxdur. Hər iki tərəfi də meyvədir, hər iki tərəfi də dadlıdır. Faktiki bu sortdan danışsaq, yəni dürdanə sortundan. Bu sort San Pedro'dur. Yəni tozlanmaya ehtiyacı yoxdur. Və tozlanma da olsa bir ziyanına deyil. Ehtiyat üçün hormonlarla mayalanmasını sürətləndirmək olar. Hə, deyək ki, Smurna tipi tozlanmaya ehtiyac var. Yəni blastofaga ehtiyac var. Erkək ağaca yox ha. Blastofag arıya ehtiyac var. Erkək ağac gəlib burada bir iş görmür. Alça gilas deyil, erkək ağaca kəsən külə yasa gedə onu mayalandıra. Yəni bura Bursa deyil. Yəni ümumiyyətlə bilin ki, əncir polen yaymır. Əncirin mayalanması tamamilə fərqlidir. Onu digər ağaclarla qarışdırmayın. Bura Bursa deyil. Bura tamamilə başqa bir regiondur. Region əncir regionu deyil. Bir ağac əkməmisiniz, bir böyük bağ qurmusunuz və bu bağa yetərincə blastofag arısı lazımdır. Sizin bağda məhsul yoxdursa, erkək sort sizi qurtarmaz. Regionda blastofagın populyasiyası üçün entomoloq lazımdır. Yəni entomoloq çağırırsan Aqrar Universitetdən falandan, bacarıqlı entomoloqlar var orada, məsələn Vüsal müəllim. Çağırırsan onların birindən söhbət eləyirsən və blastofagın populyasiyası ilə məşğul olursan. Daha hansısa fırıldaqçı ilə yox. Zamanla, yəni konkret olaraq demək istədiyim erkək adında bir əncir satırlar sizə, o gülməli gəlir mənə. Yəni bu sənin üçün gilas deyil. Zamanla növbəti illərdə onsuz da blastofagın arıları regionda uyğun sayda olacaq. Yəni bir əncir bağı varsa, bir il, yarım il orada blastofagın populyasiyası normala düşür və mayalanma optimallığı da həmin ilə əldə edəcəksiniz. Ondan sonra da artıq region əncir regionu sayılır. Mən bağda olarkən bir ayaqüstü də olsa, ümumi kontrollara apardım. Bağda tozlayıcı problemi ən son danışılası problemdir. Yəni birincisi, əgər bağda tozlayıcı problemi varsa, tam yarpaq alımı aparılmalıdır. Şəklini qoyacağım, baxacaqsınız şəkildəki kimi. Tozlayıcı problemi olmayan bağlarda da yarpaq alımı etməlidir. Amma tozlayıcı problemi varsa, daha vacib etməlidir. Arı varsa, arı bir rahatlıqla meyvəyə nüfuz etməlidir də. İkincisi, bir-iki ağacda köklərini açıb baxdım. Kök havalanması sıfırdır, çox zəifdir. Mən Gizelladan da danışanda dəfələrlə qeyd etmişəm ki, əgər köklər səthə yaxındırsa, daha çox havalanma tələbindən xəbər verir. Bu o deməkdir ki, may, iyun, iyul aylarında bütün regionlarda, bütün rasyonlarda üzr istəyirəm, hidrogen peroksid istifadə olunmalıdır. Köklərin vəziyyətindən aydındır ki, qətiyyən hidrogen peroksid istifadə olunmayıb. Qida rasyonlarından ümumiyyətlə danışmaq istəmirəm, çünki qulluq həqiqətən çox anormal aparılıb. Xüsusilə tirəkinindən söhbət gedirsə, bu bir növ yarı kokobit əkininə bənzəyir. Yəni an, dəqiqə bə dəqiqə həssas gübrə rasyonu ilə qidalandırılmalıdır bax. Demək olar ki, qida rasyonu yoxdur. Bunu paylaşmaqdan məqsədim odur ki, Ziraət 900 kimi düzgün araşdırılmadan yenə də əkinlər aparılır. Və hələ də insanları şunu şöylə deyib aldatmağa davam edilir. Və azanacaqlısı odur ki, sahibkar kim olur olsun, ona diktə olunan hər nədirsə ondan kənara çıxa bilmir. Tozlayıcıya ehtiyac var idisə, niyə 4 il sonra məlumat verdiyini soruşmursan? Növbəti yalanlara qurban gedirsən. Məsləhət vermək istəyirəm, dinləmək belə istəmir. Yəni konkret deyirsən, dediyin kimi deyil, abi belə deyib, vəsə. Əziz qardaşım, ümumiyyətlə bilin ki, əncir polen dağıtmır. Əncirin içindəki arıya ehtiyac var, əncirə yox. Hansı tozlayıcı sorta yox. Tutaq ki, getdin erkək ənciri Türkiyədən aldın, gətirdin. May ayında blastofag lazımdır ki, həmin o gətirdiyin erkək əncirin içinə daxil olsun. Və iyul ayında da oradan çıxsın, iyun ayında da oradan çıxsın, bağdakı əncirləri mayalasın. Sən sadəcə tingi gətirirsən, düzdür? Blastofagın özünü gətirmirsən ki. Erkək əncir varsa, blastofag öz-özünə mi yaranacaq?
Bəlkə o da ağacda yetişəcək, yəni biz qanmırıq. Bəlkə abilər onu ağacda yetişdirəcək həmin o arını. Orada meyvə kimi arı yetişəcək bəlkə. Yəni orasına qədər o qardaş başa düş ki, yəni erkək ağacın olması mayalanmaq demək deyil. Buna blastofag lazımdır, o da yoxdur. Əzizim, siz müvəqqəti olaraq hormonla işləməlisiniz ta ki bağınızda blastofagın sayı, populyasiyası artana qədər. Əslində mən əminliklə deyirəm ki, bu əncirlər tozlayıcı ehtiyacı olmayan əncirlərdir. Bu şəkildəki əncirin içində ən azı fındıq boyda boşluq olmalıdır ki, bu blastofagla mayalanmış əncir sayılır. O blastofag onun içində var idisə, mayalayan bir həşərat girmişsə onun içində, özü üçün bir boşluq qurur orada. Yəni belə deyim ki, bunun içində heç bir boşluq yoxdur. Yəni partenokarpdır, konkret partenokarpdır. Mayalanması şeydir, tozlayıcısızdır. Sadəcə gübrələmə düzgün aparılmayıb. Qısa konkret. Bu problemi izah edirəm. Sadəcə problemi bugün tozlayıcının olmamasında görmək yanlışdır. 3 il öncə tozlayıcısız satılmağı da yanlış. Bu günləri bunun tozlayıcısı yoxdur, nə bilim nədir filandır, belə şeylər lazım. Boş işlərdir. Burada bir dənə problem var. Əgər siz deyəndəsə, mən səhv danışıramsa, 3 il öncə tozlayıcısız satılmağından yapışmaq lazımdır. Səhv oradadır. O da yanlış deyil. O da yanlış deyil mənə görə. Çünki olsaydı satardılar zaten. Belə bir şey yoxdur ki, sata bilməyiblər. Onlar da yəni çalışırlar ki, zamanı ötürsünlər. Blastofagın regionda populyasiyasına ümid eləyirlər. Başqa da heç nə ola bilməz. Yəni birinci dərəcəli ənciri gilas, şaftalı gözündə görən aqronomlar ki var ha. Yəni indi bilmirəm kimdir. O tipdə görən aqronomlar ki var ha. Həmin aqronomlara 5 dənə qoyun vermək lazımdır. Uzağa da aparmaq lazımdır. Elə həmin bağın içinə salmaq lazımdır. O bağda otarsın. Da aqronomluq etsin yox da. Çobanlıq eləsin. Orada biri aqronomluq eləyəndə ona da baxsın, örgər. Bir 5 il özdə. Yəni 5 dənə qoyunu elə 5 gün yox. 5 dənə qoyunu 5 il otarmalıdır. Normal da o qoyunun da populyasiyasından normal pul qazanmalıdır. Çıxanda oradan satmalıdır o qoyunları. Gedib özünə bir ya başqa sənət tapmalıdır, ya da deməlidir, hə, mən aqronomluğu qanıram. Başa düşdünüz necədir? Məsələ budur.